Qocayeva Xatirə Əvəz qızı saxta imza ilə Səlimov Eldəniz Adiloğlu'na bir yerdə mənim saxta imzamı çəkib Volovski deyilən yaşayış məscidində olan 6 çoxluq torpaq sahəmi Eldəniz Səlimova satmışdır. Kanal 21'e müraciət edən Hüseynov Raib iddia edir ki, ona məxsus mülklər keçmiş həyat yoldaşı Xatirə Qocayeva və keçmiş qaynatası Azərbaycan Avtomobil Yolları Qapalı Səhmdar Cəmiyyətində sədr müavini vəzifəsində çalışan Qocayeva Əvəz İlyasoğlu tərəfindən qanunsuz yollarla mənimsənilib. Vətəndaşın sözlərinə görə, o Türkiyədə olduğu müddətdə onun iştirakı və xəbəri olmadan mülkləri ilə bağlı saxta sənədlər hazırlanıb. Hüseynov Raib bildirir ki, keçmiş həyat yoldaşı Xatirə Qocayeva 9 saylı notariusu rəhbəri Rəşadət Sadıqovun yanında saxta etibarnamə və digər sənədlər tərtib etdirərək ona məxsus əmlakları satıb. İddialara əsasən sözü gedən sənədlər Hüseynov Raibin güya şəxsən notariusda iştirakı ilə rəsmiləşdirilib. Lakin vətəndaş bildirir ki, bu iddia reallığı əks etdirmir. Sənədlərdəki imzaların ona məxsus olmadığını deyir. Üstəlik Hüseynov Raib vurğulayır ki, həmin sənədlər imzalandığı tarixdə o ümumiyyətlə Azərbaycan hüdudlarından kənarda olub. Vətəndaşın müraciətində xüsusilə notariat sisteminin fəaliyyəti ilə bağlı ciddi suallar doğuran məqamlar yer alır. Vətəndaş hesab edir ki, onun ölkədə olmadığı halda adından sənədlərin rəsmiləşdirilməsi yalnız vəzifə səlahiyyətlərindən sui-istifadədir. Hazırda Hüseynov Raib Kanal 21 vasitəsilə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə müraciət edərək başına gətirilən bu hadisələrin obyektiv araşdırılmasını və hüquqlarının bərpa olunması üçün köməklik göstərilməsini xahiş edir. Ətraflı vətəndaşın öz dilindən dinləyək. Mən Hüseynov Raib İsmailoğlu. Bu müraciətimi Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə, Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban xanım Əliyevə müraciət edərək xahiş edirəm ki, Azərbaycan Dövlət Avtomobil Yolları Dövlət Agentliyinin sədr müavini Əvəz Qocayevin keçmiş şirəkəni Raib Hüseynov olaraq sizdən xahiş edirəm ki, bir neçə kütləvi informasiya vasitələri ilə 2013-cü ildən bu günə qədər bir neçə dövlət qurumlarına müraciət edərək mənim evimin, əmlaklarımın əlimdən alınması üçün kömək istəmişəm və bu günə qədər də heç bir kömək, heç bir rəsmi cavab gəlməmişdir. Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyevə müraciət edərək söyləyirəm ki, atam Hüseynov İsmail Qaraoğlu insult xəstəsidir və neçə illərdir evimiz eşiyimiz olmayaraq xəstə atamla anam Hüseynov Əliyevə tapdıq qızı xəstəyinlə bağlı Əvəz Qocayevin mənə verdiyi və mənim ailəmə çəkdiyi bu zülmləri Cənab İlham Əliyevdən və Mehriban xanıma kömək istəyərək söyləyirəm ki, mənim qabağımdakı olan bütün bu sənədlər, daşınmaz əmlakın alqı-satqısı və ərizələr və ekspertiza rəyləri, saxta imzalar, saxta qollarla bütün hamısını sübut edərək, hamısını bir-bir izah eləmək istəyirəm yenə də. Keçmiş həyat yoldaşım olmuş Əvəz Qocayevin qızı Xatirə Qocayeva 2013-cü il 14 avqust tarixində mən Azərbaycan Respublikasının Baş Mütəşəkkil Cinayətçilik İdarəsi vasitəsilə həbs olundum. Və həbs olunan müddətdə Qocayeva Xatirə Əvəz qızı saxta imza ilə Səlimov Eldəniz Adiloğlu'na bir yerdə mənim saxta imzamı çəkib Volovski deyilən yaşayış məscidində olan 6 çoxluq torpaq sahəmi Eldəniz Səlimova satmışdır. Hansı ki, burada göstərilmiş ekspertiza rəylərinə tədqiqatın nəticəsinə görə hansı ki, Raib Hüseynovun qolu olmadan və onun qolunu saxta qolu imza edərək həmin bu notariusu vasitəsilə əldə etmişdilər. Və 14 sentyabr 2013-cü ildə mən Türkiyə Respublikasında ola 9 saylı notariat kontorunun rəisi Sadıqov Rəşadət deyilən bir şəxs mənim özümün şəxsin özü mənim iştirakımla imza etdiyini təsdiq yazaraq etibarnamə şəxsiyyətini müəyyən etmişdir. Və hal-hazırda mən bu tarixdə Türkiyə Respublikasında olmuşam. Və ondan başqa Xatirə Qocayeva torpaq sahəsindəki 22 avqust 2013-cü ildə mənim yaşadığım Cəfərxandan F8-də qeydiyyatda olduğum ünvandan bu günə qədər də 6 hektar, 6 sotluq torpaq sahəmi də təzədən yenə də
Səlimov İldəniz Nadirovna satmışdı. Bütün bu saxta sənədlərlə, saxta imzalarla mənim evimi, mülkümü əlimdən alaraq bir hal-hazırda valideynim, atam, anam, qardaşım bu çöllərdə yaşayır. Və bir neçə qurumlara müraciət edərək, hər hansı bir dövlət orqanlarına müraciət edərək, kütləvi informasiya vasitələrində, YouTube kanallarında, hamızda söyləyəndə və mənə polis orqanlarından, polis idarələrindən Əvəz Qocayev mənə hələ qorxu gələrək bütün polis idarələrində mənə dəvət edib şər böhtanla məni hər dəfə bir neçə günlər, bir neçə saat saxlayandan sonra mənim razılıq ərizə deyilən belə bir notarial konturda, hansı ki 26 sayılı notarial konturunda, bu 26 sayılı notarial konturda İlham Hüseynov deyilən bir şəxs Əvəz Qocayevin yaxın münasibətlərdə olduğu bir insandır. Və mən hər dəfə 26 sayılı notariusda məni aldadaraq, apararaq və mənim ərzəm Aman Məhdi Hüseynovanın ərzəsi, Vətən Hüseynov İsmailin ərzəsini, razılıq ərzələrini alaraq ki, gəl bura sənə kömək edəcəm, mənzilini edəcəm. Və bu halla aldadaraq hər dəfə müzafirət vəzirləri alıb və sonra da yeni xitam qərarına bir 26 sayılı notariusunu təyin edilmiş. Son müraciətimdə sizə xahiş edərək cənab prezident, Mehriban xanım, sizin çox xahiş edirəm ki, məni hansısa bir dövlət qurumlarından göstəriş verməyinizi və mənə təkrarən bir daha həmin o göstəriş verdiyiniz orqana çağıraraq mənim əlimdə olan sübutları, faktları, sənədləri, saxta imzaları, Xatirə Qocayevanın Eldəniz Səlimova satdığı torpaq sahələrinin 9 sayılı notariat konturunda Rəşadət adlı şəxsin mənim imzam olmadan, mənim özüm olmadan, mənim şəxsiyyətimi tərtib etmiş sənədlərlə və sonra da ki, hansı ki ekspertiza rəyində, burada göstərilmiş mütəxəssis rəyindən mənim qoruma imzam olmadan, sizə göstərilən qol, hansı ki mənə aidiyyəti olmayan, eyni bu qolla bir yerdə olan həmin bu imzanı təsdiq edən bu ekspertiza rəyini çox rica edirəm, təsdiqini tapmaq üçün mən hansı bir qurumdan köməyimi sizdən istəyirəm. Və bir daha deyirəm ki, Əvəz Qocayevin son hədəsi məni polis orqanlarından və bir neçə prokurorla məni qorxudaraq, məni bu işdən əl çəkilməsi üçün bir neçə dəfə məni təhqirlər etmiş və mənə qorxuducu insanlarla məni hədəf almışdır. Bu hədəflərdən biri də onun pul yığanı, Qurban adında bir şəxs hər dəfə məni yanına çağıraraq mənə bildirirdi ki, hansı ki bu Qurban adlı olan şəxsin məndə səs yazıları var. Bu səs yazılarına bu disklərdə Əvəz Qocayevin mənə heç bir əmlak bölgüsünü ortaya çıxartmadan, Xatirə Qocayeva ilə olan əmlaklarımı ortaya çıxartmadan və hansı pullarının verilməsini söz verilən həmin bu diskdə məndə yazılı şəkildə var. Çox xahiş edirəm, mənim bütün bu sənədlərimi dövlət orqanlarına, Daxili İşlər Nazirliyinə və bir başqa qurumlara xahiş edirəm, mənə dəvət eləsinlər, məndəki sənədlərin həqiqiliyini, imza ilə təsdiq olunmuşlar və qeyri-imza ilə təsdiq olunmuşlar, alternativ ekstensiyya mərkəzindəki olan həmin bu sənədlərini bir yoxlanış edib baxsınlar. Sizdən çox xahiş edirəm, vurğulamaq istəyirəm ki, mən atam, anamla çöllərdə, qapılarda qalmışıq. Cənab Prezident, Mehriban xanım, sizdən xahiş edirəm, bu Əvəz Qocayevin mənə etdiyi zülmlərə son qoyasınız. Mən neçə dəfələrlə 2013-cü il avqust ayının 27-sində mən həbs olundum və mən həbs olunan müddətində Əvəz Qocayev mənə aid olan bütün əmlakımın hamısını satdı. Və mən bu günə qədər də, həbsdən çıxandan sonra da, bu günə qədər də mən çöllərdə, qapılarda ancaq o xəstə anama, xəstə puluna heç bir yer tapmadan ancaq çöllərdə yaşayıram. Və bu neçə il ərzində mən borc içində, ondan borc, bundan borc alaraq, zülüm çəkərək mən anama, atama baxıram. Mən anama, atama axır toçkada gözümə qərar vermişəm ki, mən hansıla kimi anamın, atamın əmək pensiyasından dolanmalıyam. Və mən bütün bu sadaladıqlarım, bütün bu əmlakin, saxta imzalarım, bütün bu saxta bilinmiş bu alqı-satqı müqavilələrinin hamısını Əvəz Qocayevdən qızı Xatirə Qocayev eləmişdir. Və mən sizdən kömək istəyirəm, Cənab Prezident. Əvəz Qocayev hər hansı bir qüvvəyə malikdir ki, bu respublikada
və bu Əvəz Qocayev Respublikada hansı quruma, hansı orqana, hansı idarəyə müraciət edirəmsə, həmən idarədən, həmən qurumdan, həmən dövlət orqanlarından mənə müsbət sağ bir cavab gəlmir. Cənab Prezident, mənə kömək edin. Mənim borcuma, mənim bu Əvəz Qocayevin məni saldığı bu oyunlardan məni qurtarın. Mənə xahiş edirəm, qəbul etsinlər orqanlar və həqiqətən mənim bütün bu Əvəz Qocayev mənə başıma açdığı bütün bu oyunlara son qoysun. Və bununla vurğulamaq istəyirəm ki, mən bu videomda, bu çəkişimdən sonra mən artıq intihara özümü qəsd edirəm və intihar edirəm. İntihar etməmin də səbəbi Əvəz Qocayev və mənim keçmiş həyat yoldaşı olmuş Xatirə Qocayevadır. Çünki mən 45 yaşında, atam 75 yaşında, anam 73 yaşında, qardaşım 44 yaşında, biz dördümüz də qapılarda qalmışıq. Nə yaşayışımız yox, nə qalmağa evimiz yox, nə bir adamdan kömək yox. Hər şeyimi Əvəz Qocayev əlimdən aldı. Mən ona görə də artıq kömək olmadan, heç kimin kömək olmadan bu qapılarda qalaraq intiharı seçdim və bu yola davam etmək üzüm intihar edirəm. Sonda Kanal 21 olaraq onu da bildirək ki, səsləndirilən fikirlərə görə heç bir məsuliyyət daşımırıq və qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq. Kanal olaraq ictimailəşdirmək bizim işimizdir, tədbir görmək və ümid-i qurumlara və Allaha qalır.